Rəqsana İsmailovanın qızı tanınmış ifaçı Aysun İsmailova övladı Sevgi ilə bərabər istirahət üçün Misirin Şarm-el-Şeyx şəhərinə yollanıb. Elə deyibdir qızım. Bir də indi Sevgini hazırlayıram. Ölmüşük gülməkdən. Deməli, deyirəm ki, qızım, nətər dedin qızım, ana qurban? Nətər dedim o deyirəm ki, qızım, gəl saçlarını yığım. Sonra makyaj eləyəcəm sənə. Eləyirəm, mütləq. Öldüm də, biz siz nəyə anlamıram? Biz bu uşağın yanında bu sözü istifadə eləməmişik. Yəni, mütləq, nəyə demişik ki? Və ya mənasını nə bilir ki? Deyir mütləq. Məsələn, biz bunun yanında ümumiyyətlə türk dilində danışmırıq. Amma sevgi ayağa bacaq deyir. Nə bilim, başqa nə deyir? İstəmirəm yerinə istəməm. Belə qəribə şey. Ancaq türk dilində danışır. Başa düşmürəm niyə. Biz gəldik səhər yeməyinə. İndi gedib Sevgi üçün orada uşaq menüsü var, oradan yemək seçəcəyik. Mən mütləq vurğulamalıyam ki, buranın mətbəxi çox zəngindir və çox dadlıdır. Türkiyədən heç də geri qalmır. Hətta deyərdim ki, artığı var ki, əskiyi yoxdur. Bir dənə belə baxın, həm böyükdür restoran, həm də cürbəcür, hər ağız dadına uyğun, hər öğündə yeməklər var. Radomist'in çok büyük akvaparkı var. Akvaparkın içinde de bir mətbəx var, açıq havada, terasda. Burada yeməklər, salatlar, fast food, hətta şirniyyatlar, meyvələr, hər şey var.